Deməli, bugünkü dərsimiz Fransa 11-16-cı əsrlərdə. Bildiyimiz kimi 9-11-ci əsr Avropada, yəni Qərbi Avropada feodal dağınıqlıq dövrü idi. Amma feodal dağınıqlıq ən çox harada özünü göstərirdi? Təbii ki, Fransada. Düzdür, Fransa vahid dövlət sayılırdı. Amma bir neçə feodalın mülklərinə bölünmüşdü Fransa. Adı vahid dövlət kimi gedirdi. Amma bir neçə iri feodal mülklərinə bölünmüşdü. Buna diqqət edin. Təkcə Parislə Orlean arasındakı torpaqlar idi ki, kralın mülkü olaraq qalmışdı. Hansı ərazilər? Paris və Orlean. 10-cu yüzilliyin ortalarında Kapetinglər sülaləsi artıq hakimiyyətə gəlir. Kapetinglər sülaləsi də hakimiyyət illərini əzbər 987-dən 1328-ə qədər. Nə vaxtda kimi oldu? 987-dən 1328-ə kimi. Bir də ümumi gedək. 9-11-ci əsrdə feodal dağınıqlıq dövrüdür. Ən bariz nümunəsi Fransada özünü göstərir feodal dağınıqlıq. Bir neçə feodalların mülkünə bölünmüşdü, amma vahid dövlət idi güya. Kapetinglər sülaləsi də 987-dən 1328-ə kimi hakimiyyətdə olubdu. Gəldik 11-ci əsrə. 11-ci əsrdə Fransada kənd təsərrüfatı inkişaf eləmişdi. Yeni qoşqu sistemi yaranmışdı. Bunun nəticəsində atdan istifadə eləmişdilər və bununla da avtomatik olaraq əmək məhsuldarlığı artmışdı. Kənd təsərrüfatı işlərində müddəti azalmışdı. Yəni, əhalinin vəziyyəti yaxşılaşmağa doğru gedirdi. Sadəcə olaraq aramsız müharibələr var idi. Bu da istər-istəməz vəziyyəti pisləşdirirdi. Bu müharibələrin nəticəsində təsərrüfatlılar məşğul olması məhdudlaşdırdığı üçün onlar nə vardılar? Kəndlilərə verdilər torpaqlarını. Və kəndlər də başladılar öz torpaqlarında daha səylə çalışmağa. Həmçinin feodallara kəndlidən aldığı vergilər biyardan daha sərfəli idi. Başa düşdünüz? Yəni məcburi işlədirdilər. Amma əvvəl vergi alırdılar da kəndlilərdən. Amma biyar onlar üçün, yəni biyar nə idi? Məcbur işlətmək daha sərfəli gəlirdi vergidənsə. Həmin dövrdə Fransada niyə vəziyyət pis idi? Gəlin ikinci vəziyyətə baxaq. Çünki şimalla, baxın, Fransanın şimalı və cənubu. Şimalla cənub tamamilə bir-birindən fərqli idi. Cənubda feodallar müstəqil idilər. Feodal münasibətləri zəif idi. Niyə zəif idi? Çünki cənub inkişaf eləmişdi. Yadınızda saxlayın. Cənub şimala nisbətən inkişaf eləmişdi. Və hətta cənubda dağlıq bölgədə azad icmaçılar var idi. Amma bu nəyə gətirib çıxardı? Şimalla cənub arasında bu fərqlər vahid xalqın formalaşması prosesinin ləng getməsinə gətirib çıxardı. Bu da feodal dağınıqlığı daha da güclənirdi. Gəlin şəhərlərə baxaq. Avropada şəhərlər necə yaranır? Sənətkarlığın kənd təsərrüfatından ayrılması nəticəsində neçənci əsrdə? 10-cu əsrdə yaranır. Həmçinin Roma dövründəki hansı ki şəhərlər bərpa olunmuşdu, bununla bərabər yeni şəhərlər də yaranır. İlk dövrdə kənd təsərrüfatına çalışırdılar, sonradan insanlar sənətkarlıq və ticarətlə məşğul olmağa başladı. Çünki istər-istəməz kənddən şəhərə köç edirlər axı. Bununla da şəhər əhalisi başlayır sənətkarlıq və ticarətlə məşğul olmağa. Cənubunla şimaldakı şəhərlərin inkişafı da hətta fərqli idi. Gəlin baxaq. Niyə cənubda inkişaf daha yaxşı gedir? Çünki yadınıza saxlayın. Cənubda səlib yürüşləri baş vermişdi. Şərq ölkələri ilə ticarətdə çox yaxşı yerdə yerləşirdi cənub şəhərləri. İtaliya və İspaniyaya da yaxın idi Fransanın cənubu. Başa düşdünüz? Fransanın cənubu həm İtaliyaya yaxın idi, həm İspaniyaya yaxın idi. Bunlar da inkişaf etmiş dövlətlər olduğu üçün avtomatik olaraq Fransanın cənubu çox yaxşı inkişaf eləmişdi. Amma gəlin şimalına baxaq. Şimalda iqtisadi əlaqələr güclü idi. Yəni ki, şəhərlərdə sənətkarlıq üçün zaruri olan xam mal və kənd təsərrüfatı mallarının hamısı şimal verirdi. Hər bir vilayət də öz ixtisası üzrə daha da yaxşılaşmışdı və iqtisadi birlikdə inkişaf eləmişdi bu dövrdə. Burada əsas nəyə öyrəndik? Kapetinglər sülaləsidir 987-dən 1328-ə qədər. Şimalla cənub arasında fərqlər. Deməli, buradan nəticəyə gəldi ki, şimalda vəziyyət daha cənuba nisbətən pis olubdur. Cənubda daha yaxşı inkişaf edibdi. Niyə? Çünki İtaliya İspaniyaya yaxın idi, səlib yürüşləri idi. Buna görə də cənubda
vəziyyət daha yaxşı idi. Deməli, gəldik ardına 13-cü əsrdə Paris Fransanın ən böyük iqtisadi mərkəzi idi. Baxın, burada yenə də Fransanı göstərmiş. Şimalı və cənubu təxmini götürdük. Paris şimali Fransanın ən böyük iqtisadi mərkəzi idi. Şimal cənub, görürsünüz, cənub İtaliya ilə İspaniya daha yaxındır. Ona görə inkişaf edibdir burada hər şey. Şimali Fransa şəhərləri siyasi cəhətdən birləşmək istəyirdilər. Deməli, şimal birləşmək istəyirdi. Yadınıza saxlayın. Ona görə də şimal kralı müdafiə edirdi. Çünki kral birləşdirmək istəyəcək də, paramparça olmasını istəməyəcək ki. Başa düşdünüz? Şimal, cənub. Əsas burada bunu öyrənsiniz. Şimal birləşdirmək istəyibdi və kralı müdafiə edirdi. Amma cənub istəməyibdi. Şimali Fransada mərkəzləşmiş dövlətin artıq yaranmağa başlaması. Gəlin buna baxaq. 10-cu yüzillikdə kimlər? Normanlar idi. Gəlirlər Fransanın şimalında. Bax, bu gördüyünüz ərazidə Normandiya hersoqluğu yaradırlar. Bu Normandiya hersoqluğu da Wilhelm İngiltərəyə deyir ki, deyir, mənim orada ərazilərim var. Mən gedib onu ələ keçirməliyəm bu ərazilərimi. Və Wilhelm 1066-cı ildə İngiltərəyə yürüş edir. Deyir ki, güya mənim burada ərazilərim var. Niyə bunu iddia edir? Çünki deyir ki, güya vəfat eləmiş İngiltərə kralına mənim qohumluq əlaqələrim var. Wilhelm İngiltərəni işğal edib. Özünü İngiltərə kralı da elan edir. Amma yenə bu Fransadakı ərazilərində özünün əlinin altında saxlayır. 11-13-cü əsrdə Fransada feodal dağınıqlıq necə oldu ki, artıq aradan qalxmağa başladı. Şəhərlər inkişaf elədi. 1. 2. Vilayətlər arasında iqtisadi əlaqələr genişləndi. Mərkəzləşmə siyasəti, baxın, şimalla cənubdan danışırıq bayaqdan. Mərkəzləşmə 12-ci yüzillikdə, yəni 12-ci əsrdən başlayır. Amma hardan başlayır? Buna diqqət edin. Şimaldan başlayır. Deməli, ölkəni şimal, cənub. Mərkəzləşmə şimaldan başlayır. Niyə? Çünki bayaq dedik axı, şimal birləşməyə daha meyilli idi. Kralı müdafiə edirdi. Bu dövrdə kral hakimiyyəti öz başınalığa qarşı mübarizə aparırdı. Şəhərlərin, sənətkarın, ticarətin inkişafına da şərait yaradırdı. Kimlər mərkəzləşmiş dövlət istəmirdilər? İri feodallar istəmirdilər, mane olurdular. Onlar arasında aramsız mübarizələr də nağarır, gətirir, dövləti zəiflədir. Artıq 12-ci əsrin sonu, 13-cü yüzilin əvvəlində Fransada kralın hakimiyyəti güclənir. Nə olur? Kralın hakimiyyəti güclənir. Normandiya, Fransa ərazilərin bir hissəsini İngiltərə ki, hansı ki öz əlində saxlayırdı, Normandiya və Akvitaniyanı geri qaytarır. Nə vaxt? 12-ci əsrin sonu, 13-cü yüzilin əvvəllərində. Deməli, birləşmə hardan başladı? Şimaldan başladı. Nə vaxt Normandiya və Akvitaniyanı Fransa özünə geri qaytarır? 12-ci əsrin sonu, 13-cü yüzilin əvvəllərində. Aha, gəldik hansı məsələyə? Artıq cənub əraziləri birləşməyə başlayır 13-cü yüzilin əvvəlində. Deməli, birləşmə şimaldan başlayır 12-ci əsrdə. Artıq cənubda 13-cü əsrdə də birləşməyə başlayır. Bu dövrdə İngiltərə işğalı altında olan Tuluza qraflığı da var idi. Deməli, Tuluzanı nə vaxt birləşdirirlər? Desəm, deyəs saymalımı. 13-cü əsrdə Tuluzanı birləşdirirlər. Hansı deyəcəm qraflığın birləşməsindən artıq Fransanın cənub-qərbinin azad edilməsinin yol açılır Tuluza qraflığından. Fransanın çox kiçik bir hissəsi təkcə İngiltərə hakimiyyətində qalır. Bu əraziləri kimlər idarə edirdi? Kralın təyin elədiyi məmurlar. 11-ci, 12-ci əsrlərdə, 13-cü əsrdə Fransada kral hakimiyyəti güclənməsi üçün bir neçə islahatlar keçir. 1. Kral məhkəməsi ali məhkəməyə çevrilir. 2. Kral məhkəməsində mərkəzi hakimiyyət orqanlarına əlaqə yaratmaq üçün xüsusi kral müfəttişləri təyin edir. Elə bil vasitəçilik edir. 3. Vahid pul sistemi tətbiq olunur. Həm dövlətin öz pullarından istifadə edirlər, həm də kralın pullarından istifadə edirlər. Buna diqqət edin. Mən sizə sual verəcəm. Fransanın iqtisadi cəhətdən birləşməsinə hansı amil kömək elədi? Cavab pul islahatı. Kralın pulları artıq yerli pulları sıxışdırıb çıxarırdı. Bu dövrdə ən çox ərazini də kralın mülkləri əhatə edirdi. Gəldik kimə? 4-cü Gözəl Filipə, hakimiyyət illəri əzbər.
1285-1314 hakimiyyət illərində. 1. Flandiya qraflığını birləşdirməyə cəhd göstəribdi. 2. Vergiləri artırıbdı. 3. Roma papasının arasında münaqişə baş verir. Niyə münaqişə baş verir? Kral öz başına gətirib kilsə torpaqlarına vergi qoymuşdu. Və nə qarır? Papaya qarşı mübarizədə istəyir ki, bütün hamının dəstəyini qazansın və nəhayət 1302-ci ildə bu çox vacibdir. Nə qarır? Baş ştatları çağırır. Neçənci ildə 1302-ci ildə? Kim? 4-cü Gözəl Filip. Və nəticədə 4-cü Gözəl Filip qalib gəlir. Roma papasını özündən asılı vəziyyətə salır. Nə qarır? Roma papasını özündən asılı vəziyyətə salır. Roma papasının nüfuzu sarsıldı. Gəlin yadımıza salaq. Roma papasının bir dəfə də nüfuzu sarsılmışdı. Nəyin nəticəsində? Səlib yürüşlərinin nəticəsində. Deməli, Flandiya qraflığından danışır. Niyə məşhur idi? Flandiya qraflığını deyəcəm, indiki xəritədə yerini göstərir. Hansı ərazini göstərəsiniz? Belçikanı göstərəsiniz. Mahud istehsalından tanınırdı. Ticarət mərkəzləri vardı. Ona görə tutmaq istəyirdi. Siyasi cəhətdən formal olaraq Fransa kralının aslı idi. Amma üsyan eləyib asılığı qaldırmışdılar. Gəldik əsas və ən vacib məsələyə. 1337-1453-cü ildə İngiltərə ilə Fransa arasında 100 illik müharibə baş verir. İndi çalışıb 100 il hesablayarsınız, 1337-1437 deyərsiniz, səhvdir. 1337-dən 1453-ə qədərdir 100 illik müharibə. Niyə baş verdi? Fransa İngiltərənin bəzi ərazilərini tutmuşdu. 2. Flandiya uğrunda mübarizə. Yəni İngiltərədə Flandiyanı ələ keçirmək istəyirdi. Sonra İngiltərə kralının Fransa taxtının iddiası da var idi. Amma bunu eləyə bilmir deyə müharibəyə başladı. Yəni bəhanə nə olur? Fransa taxtının iddiası olur. Gəlin diqqət edək ordulara. İngilis qoşunlar böyük deyildi, amma yaxşı idi. Süvarilərdə var idi, amma daha çox kəndlilər idi. İngilislərin bir elə belki taktikası yaxşı idi ki, qoşun növlərini bir-birindən çox yaxşı əlaqələndirirdilər. Və hətta oxçular da əla idi. Bir də ki, hamısı baş komandana tabe idi. Amma bu dediklərimin heç biri Fransada olmayıbdı. Fransada ayrı-ayrı feodal dəstələrindən idilər. Süvari atlı cəngavərlər vardı. Kral yalnız öz dəstəsinə komandanlıq edirdi. Başa düşdünüz bunu? Yəni İngiltərədə olanlar Fransada yox idi. Fransada tabe olmurdular. Baş komandan yox idi. 100 illik müharibə dövründə əsas döyüşlər 1346 Crécy, 56 Poitiers döyüşü. Fransız süvariləri sadəcə çox idi, amma nizamsız idi. Bayaq dedik, qoşunlar yaxşı təşkil olmamışdı. Nəticədə İngilis oxçuları fransızları darmadağın elədi. Mən sual verəcəm, hansı döyüş idi ki, oxçular taleyi həll elədi döyüşün, Crécy döyüşü, 1356 Poitiers döyüşü. Sual verəcəm, hansı döyüş idi ki, Fransa kralını əsir aldılar? 56 Poitiers döyüşü idi. Niyə qalib gələ bilmədilər? Çünki vahid komandarlıq yox idi Fransada. Buna da diqqət edirsiniz. 732-ci də Poitiers döyüşü də keçmişdi. Eyni addadır. 1356-da da Poitiers döyüşüdür. 732-də Poitiers döyüşü Franklarla ərəblər arasında baş veribdi və Franklar qalib gəlibdi. Qərbi Avropaya keçişini dayandırıblar ərəblərin. Keçdik dərsimizə. Fransa kralı vaxt qazanmaq üçün nə qarır? Çox yaxşı bir hiylə eləyir. 1360-cı ildə İngiltərə sülh bağlayır. Niyə bağlayır ki? Durduq yerdə bağlayır. Siz də bu sülh Şah 1-ci Abbasın 1590-cı ildə bağladığı İstanbul sülhünə oxşar götürə bilərikmi? Bəli, götürə bilərik. Çünki o da vaxt qazanmaq üçün bağlanmışdı. Bu dövrdə nə vardı? Yeni meydana gələn toplardan istifadə eləməyə genişləndirdi və baş komandanın səlahiyyətlərini artırır. Və nəhayət 1415-ci ildə Azincourt döyüşü baş verir. Yenə ingilislər qalib gəlir və hətta Fransanın şimalını tuturlar. Amma bu həlledici qələbə olmur. Çünki artıq Fransa belə deyək püxtələşmişdi. Orlean şəhərini mühasirəyə alırlar 1420-ci illərin sonlarında. Və bunu kim müdafiə edir? Janna d'Arc müdafiə edir. Janna d'Arc gənc qız idi və ingilislərə qarşı partizan müharibəsi yapan. Partizanı diqqət edin, bir neçə dərsdən sonra yenə keçəcək. Yəni Janna d'Arc hərbi taktikanı mənimsəmişdi, daha güclü idi, müdafiəsi də çox yaxşı idi. Neçə dəfə Fransa uduzmuşdu, amma Orlean ətrafında Janna d'Arc qələbə qazanmışdı. 100 illik müharibə zamanı ilk böyük qələbə idi Fransa üçün. Və Janna d'Arc'ın nüfuzundan narahat olurlar. 1430-cu ildə Janna əsir alınır. Hətta Fransa kralı onun azad edilməsi üçün heç bir addım atmır.
İngilislər nə deyir? Deyir ki, əslində ingilislər edam elətdirir. İngilislər deyir ki, güya Janna d'Arc cadugərliklə məşğuldur. Və 1453-cü ildə, baxın, buna diqqət edin. Fransızlar nə vaxt cəngavər və muzlulardan ibarət daimi qoşun yaratır? Cavab, yüzlük müharibənin nəticəsində. Və 1453-cü ildə Fransa ilə İngiltərə arasında sülh bağlanır və yüzlük müharibə başa çatdı. Yüzlük müharibənin nəticəsində görürsüz, axırda gəldi Fransa qalib oldu. Yəni ki, ingilislər oda gəlirdi bütün döyüşlərdə, amma Fransa qələbə qazanır. Təkcə ingilislərin əlində qalan Kale limanı oldu. Başa düşdünüz buna? Yəni, amma nə qədər də olsa müharibə idi, iqtisadi inkişafını ləngitdi. Sual verəcəm. Döyüş üsullarında dönüş nöqtəsi hansı müharibə ilə oldu? Yüzlük müharibə ilə. Niyə? Çünki toplardan istifadə olundu. Bu da süvari qoşunların əhəmiyyətini azaltdı. Amma müharibə dövründə 1338-1457, yəni müharibə dövründə bir neçə üsyanlar baş verdi. Fransada baş verən üsyan adı Jaklardır. İngiltərədə Ouattarierdə keçəcək. Ən böyük kəndli üsyanı idi. Jak ləqəbi vermişlər. Nə istəyirdilər? Dedilər ki, vergilər artırılsın. Bir də kəndlərin vəziyyətin ağırlaşmasına görə baş vermişdi. Deməli, bəzi şəhərlər nağarılar üsyancı kəndlər tərəfinə keçdilər. Kəndlər elə bilirdilər ki, güya kralın xəbəri yoxdur ki, kəndlər az yaşayırlar. Feodallara qarşı xeyirxah kral uğrunda çıxış edirdilər. Feodallar bunları hilə yolundan danışığa gətirirlər, amma nağarılar üsyan başçısını ələ keçirir və üsyanı yatırırlar. Amma qorxurlar. Nə qədər üsyanı yatırsalar da uzun müddət vergini artırmırlar. 14-cü yüzillikdə qara ölüm adlanan vəba epidemiyası yayılır. Bunu da kimin boynuna atdılar? Güya ki, Yəhudilərin boynuna atırlar və Yəhudilərə qarşı böyük qırğın həyata keçirirlər. Bu hücum da Almaniyada baş verir. Avropa tarixindəki ən təbii fəlakət idi. Avropa əhalisinin yarıdan çoxu itirilir və iqtisadi və sosial dəyişikliklərə səbəb olur. Ticarət azalır, işçi qıtlığı baş verir, ərzağa tələbat azalır. Buna baxın, yüzillik müharibədən sonra belə hələ də Fransada mərkəzləşmiş dövlətin yaradılması davam edirdi. Fransada birinci kimi bildik, 4-cü Gözəl Filip, ikinci kimi Örgəni, 11-ci Ludovik, 61-83 hakimiyyət illərdə. 11-ci Ludovikin də Fransada mərkəzləşmiş dövlətin yaradılması həlledici mərhələyə qədəm qoydu. Rəqiblərinə qarşı hilədən istifadə edirdilər və bir-birinə qarşı müharibəyə sövq edirdilər. Fransanın buna diqqət edin çox vacibdir. Mərkəzləşməsi prosesi 15-ci əsrdə başa çatır. Kral illik vergi tətbiq eləmişdi. Bu da ki, Fransada kral hakimiyyətinin güclənməsinə şərait yaradır. Fransada etiqad azadlığı haqqında fərman verir 16-cı əsrdə və kalvinizm rəsmiləşir. 1594-dən 1792-yə kimi Fransada Burbonlar sonrası hakimiyyətə gəlir. Kapetinglər də dedik, indi də Burbonlar da dedik. 1594-dən 1792-yə qədər. Hamısını əzbərləyirsiniz.